Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin Jurnalistika Fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, Professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş Professor Nəsir İmanquliyev dərsləri layihəsinin növbəti qonağı əməkdar jurnalist Dağbəy İsmailov olub. Layihə, informasiya agentliklərinin iş prinsipi, redaksiya işinin təşkili mövzusunda keçirilib. Dekan müavini Samir Mirzəyev, görkəmli pedaqoq və jurnalist Nəsir İmanquliyev irsinin belə davamlı şəkildə öyrənilməsini keçmişin gələcək töhfəsi kimi adlandırıb. Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Dağbəy İsmailov informasiya agentliklərinin fəaliyyət mexanizmlərindən danışıb. Qonaq dərs müddətində görkəmli jurnalistlə bağlı xatirələrini də bölüşüb. O, Nəsir İmanquliyevin tələbələrinə yanaşmasından, jurnalistikaya gətirdiyi yeniliklərdən və milli mətbuat tarixindəki müstəsna rolundan bəhs edib. Jurnalistika Fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, 4-cü kurs tələbəsi Nurlan Cəbrayılzadə bu layihədən 300-dən çox tələbənin faydalanmasının nəzərdə tutulduğunu və iştirakçılara Professor Nəsir İmanquliyev dərsləri yazı müsabiqəsinin keçiriləcəyini bildirib. Sonda isə tələbələrin sualları cavablandırılıb. Xədicə Əlizadə, Zahid İbrahimov, BDO Xəbər.